gün Nihat səhər oyandı və gördü ki, evdə hər şey qəribədir. Saat divarda tərsinə asılmışdı. Stul masanın üstündə dayanmışdı. Pişik isə çox ciddi sifətlə pəncərədən küçəyə baxırdı. Nihat düşündü ki, yəqin hələ tam oyanmayıb. Mətbəxə getdi, çay qoymaq istədi. Amma çaydan artıq qaynayırdı. Halbuki o, qazı heç yandırmamışdı. O sakitcə oturdu və dedi: "Yaxşı, bugün qəribə gündür." Birdən telefonuna bildiriş gəldi. "Sizi təbrik edirik. Bugün həyatınızın əsas personajısınız." Nihat çaşdı. "Məyər əvvəl kim idim?" deyə düşündü. Küçəyə çıxanda hadisələr daha da qəribələşdi. İnsanlar eyni anda dayanır, sonra birdən birlikdə yeriməyə başlayırdılar. Bir kişi bananla danışırdı, başqa biri isə avtobus dayanacağında göyə baxıb alqışlayırdı. Nihat yaxınlaşıb soruşdu: "Bağışlayın, burada nə baş verir?" Kişi sakitcə cavab verdi: "Senari belədir." Nihat heç nə anlamadı, amma qərarı aldı ki, axına uyğun yaşasın. O da səbəbsiz alqışladı, sonra heç tanımadığı insanlara əl elədi. Qəribə olsa da, hamı bunu tam normal qəbul etdi. Axşam evə qayıdanda televizor öz-özünə açıldı. Ekranda aparıcı ciddi səslə dedi: "Bugünkü epizodun sonuna çatdıq. Sabah yeni seriyada Nihat erkən oyanmağa çalışacaq." Nihat şoka düşdü və qışqırdı: "Dayanın, mən razı olmamışam." Televizor cavab verdi: "Narahat olmayın, heç kim olmur." Elə həmin anda ekranın aşağısında yazı çıxdı: "Bu proqram gizli kameradır." Nihat rahat nəfəs aldı. Sonra kameranı axtarmağa başladı. Problem isə o idi ki, kamera onu yox, o kameranı çəkirdi.